Bəli, Masallı şəhərində biz bu günləri media tur təşkil olunub, burada iştirak edirik. Burada Masallı şəhid ailələri və müharibə veteranları üçün qurulan kiçik təsərrüfatlara media tur təşkil edirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi media tur çərçivəsində jurnalistlər Masallı rayonunda özünə məşğulluq proqramı üzrə yaradılan təsərrüfatlarla tanış olurlar. Media nümayəndələrinə şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barəsində hər bir fərdi şəxs, Vətən müharibəsi iştirakçısı və şəhid ailəsinin nümayəndələri məlumatlar verirlər. Aldığımız məlumatda qeyd olunur ki, post-müharibə dövründə 27.800 nəfər şəhid ailəsi üzvü və müharibə iştirakçılarının məşğulluğu təmin edilib. Onlardan 13.300 nəfər məşğulluq proqramı çərçivəsində kiçik bizneslərini təmin ediblər. 13.200 nəfər isə münasib iş yerlərinə yönəliblər. Media tur zamanı eyni zamanda biz jurnalistlər Vətən müharibəsi veteranı Qulam Hüseyn Mirzəyevin və şəhid Səməndər İskəndərovun atası Vahid İskəndərovun və müharibə veteranı Ədalət Məmmədovun fəaliyyət göstərdiyi sahələrdə olduq və qeyd edeyim ki, bu sahədə isə veteran Qulam Hüseyn Mirzəyevin studiyasındayıq. Bu studiya əvvəl kiçik studiyadan ibarət idi. Özünə məşğulluq xidmətinin proqramından istifadə edərək studiyanı genişləndirmiş və hal-hazırda da öz işi ilə məşğuldur. Qeyd etmək istəyirəm ki, digər nümayəndələrin qurduqları kiçik təsərrüfat sahəsi bunlardan ibarət idi. Vahid İskəndərovun avtomobil şinlərinin bərpası və təmiri işi idi. Ədalət Məmmədovun isə avtotəmizləmə xidməti sahəsində fəaliyyəti idi ki, bu sahələri genişləndirib. Hal-hazırda da qazanc əldə edirlər və qeyd eləyək ki, bu proqramdan artıq belə deyək 27.800 nəfər şəhid ailə üzvləri və müharibə iştirakçıları istifadə edir. Mənim sizə çatdırmaq istədiklərim bunlardan ibarət idi. Sözü sizə studiyaya ötürürəm.